Qaynatan evin içərisində siqaret çəkir. O musiqiyə qulaq asır. Hə. Bu da mənə və övladlarıma pis təsiridir. Dəfələrlə yoldaşıma bu barədə atası ilə danışmağı xahiş etmişəm. Lakin yoldaşım buna əhəmiyyət vermir. Belə olduğu halda çıxış yolu nədir? Mən nə etməliyəm? Allah yardım eləsin. Allah kömək olsun. Əmin. Bilmək lazımdır ki, tək bu sualın sahibi deyil. Belə insanlardan yüzlərlə belə insanlar var. Ümumi olaraq əslində bir neçə cavablar vermək olar. Sadəcə olaraq bilmək lazımdır ki, Allah duaları qəbul edəndir. Allah duaları qəbul edəndir. Uca Rəbbimiz Quran-ı Kərimdə bizə neçə ayətlərdə xəbər verib ki, siz dua edin, mən sizə cavab qaytaracağam. Və qalə Rabbukum ud'uni estecib lekum. Rəbbiniz dedi, mənə dua edin, sizə cavab qaytaracağam. Və idə səələkə ibadi anni fə inni qarib. Qullarım məni səndən soruşur, mən onlara yaxınam. Və s. bu kimi ayətlərdən çoxdur Quran-ı Kərimdə. Birincisi, Allaha dua etmək. İstərsə qaynatasının islahı üçün, istərsə yoldaşının, istərsə özünün islahı üçün nədir? Allaha dua etmək. Çünki müsəlman həmişə çalışmalı nə olsun? Sülh olsun. Yəni dava dalaş etmək Allah qorusun. Ona heç kim xeyir tapmıyor. Belə deyilmi? Kimsə dava dalaş edir, daha da fitnələr artır. Çalışmaq lazımdır ki, islah olunsun. İslah olunsun. Yəni Allaha dua etmək. Allah o insanın qaynatası olsun və yaxud başqa adamlar olsun. Hətta biz özümüz kim olursa olsun. Bizim qəlblərimiz Allahın əlində. Düzdür? Və yaxud qəlb haqqında danışdıq. Bizim qəlblərimiz Allahın əlindədir. Allah istədiyi yerə çevirir. Allaha dua etmək lazımdır. Allahım o insanı islah elə. O insanı nədir? İslah elə. Sonra səbr etmək. Səbr etmək. Düzdür, bu ilk olaraq deyəndə ki, səbr etmək insanlara ağır gəlir. Amma səbr etmək daha xeyirlidir. Sülh etmək daha xeyirlidir. Allah Teala buyurur ki, "Sulhu xeyr." Sülh deyəndə xeyirdir. Səbr etmək lazımdır. Quran-ı Kərimdə 60-dan çox səhv etmirəmsə, səbr haqqında ayətlər keçir. Ona görə Allah Subhanahu taala nə edir? Həmişə müsəlmanları səbrə təşviq edir. Çağırır ki, insanlar, müsəlmanlar səbirli olsunlar. Səbirli olub dua etmək Allaha. Allaha dua etmək ki, Allahım islah elə. Yəni bu çox davam eləməyəcək. Ola bilsin ki, 1 il, ola bilsin ki, 5 ay, ola bilsin 6 ay. Belə görürsün, insan tələskənlik edir, nəyləsə edir, Allah qorusun. Sonradan nədir? Fəsad olur. Sonradan o fəsad da fayda vermir. O tələskənlik də nədir? Sonraki peşmançılıq belə bir misal var. Fayda vermir, düzdür? Ona görə səbr etmək daha yaxşıdır. Və bir müddət keçəcək, deyəcək ki, elhamdülillah ki, mən səbr etdim. Elhamdülillah ki, mən dua etdim. Duanın da məqamları var. Ən yaxşı məqamlardan da hansı ki, sizin də bildiyiniz kimi səcdələrdə Allaha dua etmək. Səcdələrdə duanı çoğaltmaq lazım. Xüsusən də imkan daxilində gecə namazlarına. Yəni gecənin 3də 1-də qalxmaq, sübh namazına 40 dəqiqə qalmış, yarım saat qalmış, Allaha dua etmək. Yəni Allah Subhanahu taala'dan istəmək ki, Allah halımı sən bilirsən. Halımı sən görürsən. Xüsusən də mən qadınam, əlindən heç nə gəlmir. Nə etməliyəm? Yəni Allah daha güclüdür. Allah daha güc qüvvət sahibidir. İnşallah ki, Allah Subhanahu taala bir çıxış yolu göstərəcək. Səbir, dua etmək və Allahdan həmişə nədir? Təmkin diləmək. Dözüm diləmək. Allah daha doğrusu bilir.